Cənubi Qafqaz kəskin şəkildə dəyişibdir vəziyyət və buna səbəb İkinci Qarabağ müharibəsi olmuşdur. Çünki bir çox, necə deyərlər, yataqlar yerindən tərpəndi və regionda baş verən digər hadisələr Azərbaycan tərəfindən suverenliyinin tam bərpa edilməsi, Ermənistanın Avropa yönümlü fəaliyyəti və bununla bağlı proseslər, zənnimcə bu artıq ümumiyyətlə həm təhlilçilər tərəfindən, həm də dövlət səviyyəsində vəziyyətin yenidən dəyərləndirilməsini tələb edir. Və təmaslar olmadan, nəbzi yoxlamadan bunu etmək çox çətin olacaqdır. Çünki köhnə metodlar artıq işləmir. Onlar köhnəlibdir. Çünki bu region tamamilə yeni bir regiondur. Hətta 5 il bundan öncəki dövrlə müqayisə etsək. Yeni mərkəzlər mövcuddur. Fərqli istiqamətdə yönəlmiş fəaliyyət bugün daha aydın görünür bu fəaliyyət. Ancaq bu regionla yaxından məşğul olanlar bu tendensiyanın şahidi olurlar və istənilən xarici aktor üçün Cənubi Qafqazla münasibətlərin qurulması olduqca mürəkkəb məsələdir.